Salamlar. Bugün zamanın idarə olunması üzrə məşhur texnikalardan biri haqqında danışacağıq. Bu texnika Pomodoro texnikasıdır. Texnikada nə deyir? Deyir, əvvəlcə nə etməli olduğunuzu, nə istədiyinizi müəyyənləşdirin. Yəni, taskınızı müəyyən edin. Taskınızı müəyyən etdikdən sonra full focus bu taskla məşğul olun. 25 dəqiqə. Bəli, 25 dəqiqə bununla məşğul oluruq. Telefonsuz, televizorsuz, əlavə fəaliyyətsiz, fikrimizi dağıtmadan su içə bilərsiniz təbii ki. 25 dəqiqə məşğul oluruq, sonrasında 5 dəqiqə tənəffüs, 5 dəqiqə fasilə. Və bunu, bu döngünü 25 dəqiqə həmin fokuslu iş taskımız, 5 dəqiqə fasiləni vur 4 təkrar edirik. Bəli, bunu vur 4 təkrar edirik. Oxşadı bir tənliyə, nəysə. Bunu təkrar edirik. Və sonrasında bu tamamlandıqda uzun müddətli, yəni 25-30 dəqiqəlik bir fasiləyə çıxa bilərik. Texnikanın geri dönüşləri müsbətdir, faydası danılmazdır. Bundan əvvəl yoxlayan, tətbiq edənlər rəylərdə yaza bilərlər, başlayanlar öz təcrübələrini bölüşə bilərlər. Hələlik.